2010-cu il iyunun 15-də Azərbaycanın cənub regionunda səs salan bir hadisə baş verir. Tanınmış iş adamı Vahid Qarayev yenicə tikdiyi 3 mərtəbəli villasından özünü asır. Hadisə yerinə ilkin baxış keçiriləndə görünür ki, o kəndirin bir ucunu 3-cü mərtəbədəki qapılardan birinin dəstəyinə bağlayıb. Sonra isə özünü 3-cü mərtəbənin boşluğundan aşağı daxildəki 1-ci mərtəbəyə atıb. Boğulduqdan sonra isə qapının dəstəyi qopub və onun meyidi 1-ci mərtəbəyə düşüb. İlkin dindirilmə zamanı onun həyat yoldaşı və ətrafındakılar Vahidin özünü niyə öldürdüyü barədə versiya təqdim etmir. Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanır. Lakin bu ölüm hadisəsində başqa şübhələr də var idi. Məsələn, mərhumun bədənində qançırlar. Hansı ki, müstəntiq ilk baxışdan bunu kəndirin qırılmasından sonra mərhumun yerə çırpılması ilə əlaqələndirsə də, qançırların sayı nə az nə çox 27 idi və bu say nəsə başqa şübhələrə əsas verirdi. Vahid Qarayev 1990-cı ildə evlənmişdi, 2 qızı, 1 oğlu var idi. Həyat yoldaşı deyir, Bakıda Pedaqoji Universitetin Psixologiya fakültəsini bitirdikdən sonra Vahidlə evlənmişəm və öz ixtisasıma uyğun işləmədən birbaşa rayona gəlmişik. Ərim 1999-cu ildə rayonda mebel sexi tikdirib işə başlayıb. Bir neçə il əvvəl isə ata evinə yaxın ərazidə torpaq alıb orada özümüz üçün ev tikdirməyə başlamışdı. İyun ayının 14-də Vahid axşam saat 8 radələrində gəzməyə çıxmışdı. Sonra oğlumu evə gətirdi, bizə kabab da almışdı. Paltarını dəyişdi və dedi ki, dostları ilə çörək yeməyə gedəcək. Həmin gün gecə saat 12-də evə qayıtdı, təxminən 20 dəqiqə televizora baxdı. Sonra məni çağırdı və dedi ki, gedək tikilməkdə olan evə baxaq. Vahidin özünü borca görə öldürmə məsələsinin isə ətrafında kimsə demirdi. Sadəcə yoldaşı deyirdi ki, borcu var idi, lakin bu o həddə deyildi ki, qaytara bilməsin. Amma çox deyildi deyirdi. Yəni, demişdim ki, evi sataq, borcu da qaytar. O isə demişdi ki, başladığı işi sona çatdırmaq istəyir. Gecənin həmin vədəsində onların evdən çıxaraq təzə evə baxmağa getməyinin səbəbini soruşduqda, Vahidin həyat yoldaşı Sevda deyir ki, evimizdə şərait normal deyildi. Uşaqlar görməsin deyə gedib təzə evdə yaxınlıq etdik. Əlaqədə olduqdan sonra saat 2 radələrində qayıtdıq. Vahid kondisionerə görə dəhlizdə, divanda yatdı. Sevda Qarayeva qeyd edir ki, səhər oyandıqda onlar Vahidi evdə görməyiblər. Əvvəlcə bazara getdiklərini düşünsələr də, maşının da həyatda olduğunu gördükdə şübhələniblər. Məktəbli qızı yolda təzə evlərinin qabağından keçəndə qapının açıq olduğunu görüb, içəri daxil olduqda isə atasını yerdə, boynunda kəndir və ölü vəziyyətdə tapıb. Bu arada istintaq getdiyi müddətdə iş adamının qızlarının gündəlikləri ortaya çıxarılır. Gündəlikdə uşaqlar atalarının analarına əziyyət verməsi ilə bağlı qeydlər yazıb. Lakin qeydlərin hamısı təzə idi və ardıcıl yazılmışdı. Bu illərin, ayların qeyd dəftərinə oxşamırdı. Bu qeydlər təbii zamanla yazılmış qeydlərə bənzəmirdi. Hadisədən bir müddət sonra dul qalan Sevda Qarayeva uşaqlarını da götürüb yaşadıkları şəhəri tərk edərək Bakıya köçürlər. Bu zaman davam edən istintaq çərçivəsində yeni detallar ortaya çıxmağa başlayır. Məsələn, mərhumun boğazındakı xəmirçək sümüyü yana doğru qırılmışdı. Hərçənd kəndirdən asılıb ölən şəxsin xəmirçək sümüyü yuxarı dartıldığından yuxarıya doğru sınmalıydı. Vəkil Mehman Muradlı da qeyd edir ki, yas yerindəki yasa uyğun olmayan atmosfer, eyni zamanda qadının 7 telefon işlətməsi və eyni zamanda
həmin müddətdə onun atdığı dərmanlar qadına doğru şübhələr çəkirdi. Bu şübhələrin vizual təsdiqi isə rayondakı banklardan birinin kamerasına düşmüş görüntü oldu. Görüntülərdən məlum olur ki, həqiqətən də Sevda və Vahid həmin gecə evdən birlikdə çıxmış, tikilməkdə olan yeni evlərinə doğru piyada yollanmışdılar. Yolda bir dükanın qarşısında dayanaraq iki dondurma almış, yeyə-yeyə yollarına davam eləmişdilər. Lakin onların geri dönüşü təhlükəsizlik kameralarında qeydə alınmayıb. Kameralara baxış zamanı başqa bir detal üzə çıxır. Bir neçə saat sonra yeni tikilən evin qarşısına albalı rəngli Vaz 2107 markalı maşın gəlir. Bir müddət sonra bu avtomobil Vahidin əvvəl yaşadığı evin qarşısında dayanır. Maşından Sevda Qarayeva düşür. Vahid isə gözə dəymir. Sonra avtomobil dərhal ərazidən uzaqlaşır. Bunun ardınca da şahidlərdən biri istintaqa çox mühüm əlavə məlumat verir. Yenidən ifadəsini dəqiqləşdirən həmin şəxs bu dəfə Sevda Qarayeva ilə mərhum Vahidin xalası nəvəsi Rəşid Məmmədov arasında qeyri-rəsmi münasibətlərin olduğunu danışır. İfadədən məlum olur ki, Vahid ölümündən təxminən bir ay əvvəl tanışlarından birindən öyrənmişdi ki, Sevda Rəşidlə yaxın münasibətdədir. Və şahid deyir ki, əvvəllər Rəşidin başqa bir qadından, Gülnar müəllimə ilə də münasibətləri olub. Lakin sonradan Rəşid Gülnar müəllimədən ayrılıb və Sevda ilə yaxınlaşıb. Gülnar müəllimə də qisas almaq məqsədi ilə bu münasibətləri, yəni Sevda ilə Rəşidin münasibətlərini Sevdanın əri Vahidin özünə danışıb. Bu məlumatı eşidəndən sonra Vahid bir müddət Sevda ilə münasibətlərində ciddi soyuqluq yaşayıb. Daha sonra narkotik aldatçısı olan Vahidə yoldaşından uzaq durmağı tələb edib. Şahid daha sonra əlavə edir ki, 2010-cu ilin may ayının sonlarında, axşam saatlarında Sevdanın halının pisləşdiyi üçün Rəşid onu evinə çağırıb. Rəşid həmin gün ona bir dərman verir və deyir ki, bu dərmanı Sevdaya versin. Onun başı ağrıyır və bu dərmanla da baş ağrısı keçəcək. Lakin Sevda həmin dərmanı qəbul etdikdən sonra vəziyyəti dəyişir. O vaxtlar məsələ ciddi şəkildə araşdırılmasa da, indi istintaq çərçivəsində bu hadisəyə də yenidən baxılır. Bəlli olur ki, Sevda və qardaşı, eyni zamanda xala nəvəsi olan Rəşid hər üçü narkotik aludəçisinə çevrilibmiş. Məsələ bu idi ki, hadisə baş verən gecə Sevdanı evə gətirən albalı rəngli 07 markalı maşın da Vahidin xalası nəvəsi və Sevdanın sevgilisi Rəşidin maşını idi. Həmin təhlükəsizlik kameralarında olan video görüntülər həm şahidlərin ifadələri, həm də ekspertizanın rəyi ilə məlum olur ki, Vahid Qarayev intihar eləməyib. Vahid Qarayevi öldürüblər. Bəs onu kim öldürüb, niyə öldürüb? Mərhum iş adamının qardaşının istintaqa verdiyi məlumata görə bu hadisədən 3 gün əvvəl Vahid Qarayev Rəşidlə daxil olmaqla rayondakı bir neçə narkotik aldatçısı ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Bəlli olub ki, həmin gecə doğrudan da Sevda və əri Vahid yeni tikdirdiləri, amma hələ təmir olunmayan villalarına gedib. Yolda dondurma da yeyiblər və yeni evlərində əlaqədə olublar. Elə bundan bir neçə dəqiqə sonra Sevdanın sevgilisi və qardaşı içəri daxil olub. Vahid Qarayevi döyüb və sonradan boğaraq öldürüblər. Hadisəni intihara yozmaq üçün onun boynuna kəndir bağlayıblar və kəndirin ucunu 3-cü mərtəbədəki qapının qulpuna bağlayaraq özünü aşağı sallayıblar. Qapının qulpu qırıldıqdan sonra özünə qəsd imitasiyası tamamlanıb. Beləliklə, məlum olur ki, qətlin əsasən 2 məqsədi olub. Məqsədlərdən birincisi Vahidi öldürməklə onun hüquq mühafizə orqanlarına verdiyi məlumatı təksib etmək, onu aradan götürmək, yəni özlərinin narkotik aludəçisi olduqlarını gizlətmək istəyiblər. İkincisi isə şəhərdə olan arvadının, yəni Sevdanın sonradan onun adına keçən daşınan və daşınmaz əmlakına sahib olmaq istəyiblər. Yəni narkotik almaq üçün, narkotik vasitələr almaq üçün pul əldə etmək üçün bu evin satılmasını arzulayıblar.
Bu isə göstərir ki, qətl həm qəsdən, həm də tamah məqsədi ilə törədilib. Məhkəmənin hökmünə əsasən Sevda Qarayeva 15 il, qardaşı Kamil Abbasov 15 il və sevgilisi Rəşid Məmmədov isə 14 il, 1 ay, 19 gün müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayətləri də Şirvan Apellyasiya Məhkəməsində baxılaraq rədd edilib. Sizə isə cinayətdən və cinayətkarlardan, eyni zamanda mərdimazardan uzaq olmağı arzulayırıq. Salamat qalın.